Qarabağda silahlanma haqqında ilk çağırış qanunsuz mitinqlərdə olub. Bunu Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Bako Saqyan dövlət ittihamçılarının suallarını cavablandırarkən bildirib. O, kəndlərdə və şəhərlərdə silahlanmanın olduğunu bildirərək qeyd edib ki, silahların bir hissəsi dislokasiya olunmuş Sovet hərbi hissələrindən idi. Bundan başqa, Ermənistandan silah tədarükü var idi. Silahlanma ilə bağlı əsas istiqamətlər bunlar idi, deyə Bako Saqyan açıqlayıb. Digər təqsirləndirilən şəxs Arayik Harutyunyan dövlət ittihamını müdafiə edən prokurorların suallarına cavabında deyib ki, Qarabağ hadisələri başlayanda 14 yaşı olub. O, məktəbli olduğu üçün qanunsuz mitinqlərdə iştirak etmədiyini, lakin həmin mitinqlərdə çıxış edən şəxslər barədə məlumatlı olduğunu, onları tanıdığını bildirib. Bilirəm ki, Gurgen Gavrelyan, Vartan Akopyan, Haraçı Beglaryan adlı yazıçılar mitinqlərdə çıxış edirdilər. Yazıçılardan Gurgen Gavrelyan uşaq şairidir. Bu qədərini bilirdim, deyə Harutyunyan söyləyib. O, suallara cavabında qanunsuz silahlı birləşmələrin bir hissəsinin adını eşitdiyini qeyd edərək, Araba batalyonundan danışıb. Sizin saydığınız siyahıda mən 30%'nin adını eşitmişdim. Arabo, Arami, Böyük Tigran, Sasonçi David haqqında bilirdim. Bilirdim ki, hansısa döyüş əməliyyatlarında iştirak ediblər. Daha çox Araba haqqında bilirəm. Onun komandirlərindən birinin adı Manuel olub. Onunla təmasım 2020-ci ildən sonra başlayıb, deyə Harutyunyan bildirib. Digər təqsirləndirilən şəxs David Babayan isə dövlət ittihamını müdafiə edən prokurorların suallarına cavabında qondarma rejimin dırnaqarası ordusunun müxtəlif silahlı birləşmələrdən təşkil olunduğunu, lakin özünün həmin proseslərdə iştirak etmədiyini bildirib. O, Arayik Harutyunyanla 1990-cı ildə tanış olduğunu deyib. Təqsirləndirilən şəxs David İşxanyan da dövlət ittihamını müdafiə edən prokurorların suallarını cavablandırıb. Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirən Ermənistan vətəndaşlarının məhkəməsi davam etdirilir. Bugünkü məhkəmə prosesində təqsirləndirilən şəxslərə zərər çəkənlərin nümayəndələri, habelə özlərinin vəkilləri də suallar ünvanlayıblar. Məhkəmənin növbəti iclası martın 13-nə təyin olunub. Növbəti proses təqsirləndirilən şəxslərə sualların verilməsi ilə davam etdiriləcək.